Onu deyirdim axı. Deməli qadın gecə saat 12-də çölə çıxırsa pozğundur. Bəzilərinin düşüncəsində. 11-də 10-da çölə çıxırsa pozğundur. Yox, 10-da evdə oturursa qadın normal qadın. Sizə qadın göstərərəm ki, telefon işlətməmiş Bakının yarısı ilə Sivyazdadır. Sizə qadın göstərərəm ki, 4 dənə sandığın içində otura-otura 5-ci sandığı doğub çıxardıb. Sizə qadın göstərərəm ki, əri ola-ola ərləri var. Başa düşdünüz? Pozğunluq eləmək istəyən evin içində də eləyir. O qadın namuslu, qiriyyətli qadındır ki, gecə saat 12-də marketdə kassir işləyir, növbətçi işləyir, hardasa işləyir ki, kiminsə maşınında yox. Yolda astanovkada durub avtobus gözləyir. Səni kimi kəllərdir, o boynu yoğunlardır ki, gördün mü vaxtı hardansa gələcək növəyə da. Çünki sənin evindəki ondandır, başa düşdün? Evində süfrəndəki çay gətirənin ondandır. Başa düşdün? Sən özün xoş qiriyyətsən deyə elə bizə hamı elədi. Başa düşdün? Pavidla baş. Başa düşdün?